Şəki-Qax avtobusundan düşdük. Gəldik buradan Kümrük məbədinə. Piyada yol var. Gedək Kümrük məbədində görək. Yolumuz Kümrük məbədinə doğrudur. Yavaş-yavaş məbədə doğru qalxırıq. Çox gözəl təbiəti var buranın. Axşam yağış da yağıb, hava da sərindir. Kümrük məbədinə çatırıq. Məbədə yaxınlaşanda yol bu cürdür, nəzərinizdə olsun. Burada hər il ayinlər keçirilir. Hər il insanlar yəqin ki, öz arzularını, diləklərini bu ağaclara bağlamaqla həyata keçməyini düşünürlər. Məbədin yanından yaxınlıqdakı hündür daşa çıxmağa belə bir yer də var. Çox möhtəşəmdir. Bütün ərazilər ayağınızın altında qalır. Kümrük məbədi Şəkidən Qaxa gələrkən yol kənarında, yolun sağ tərəfində dağın üstündə yerləşir. Yoldan məbədə qədər təxmini 900 metrdir. Məbəd 4 dəfə restavrasiya olunub. 1-ci, 3-cü əsrlərdə, 4-cü, 7-ci əsrlərdə, 8-ci, 11-ci əsrlərdə və 19-cu əsrdə. 1891-ci ildə məbəd sonuncu dəfə restavrasiya olunanda 3 il məbəd restavrasiya müddəti olub. 1891-ci ildə başlayıb, 1894-cü ildə bitirilib. Sovet dövründə bina kinoteatr kimi də istifadə olunub. Rəsmi olaraq dini abidə sayılmasa da hər il burada Kümrük Oba bayramı keçirilir. Avtovağzaldan İrəsuya marşrut işləyir, yoxsa yox? İşləyir. Vaxtla işləyir marşrutlar. Yan vaz avtobusu. Taksilər də dışarısında. Hə, yaxşı da, o çox sağ ol. Kümrük məbədinin aşağısında yolda bir taksi bizi götürdü. Pul da almadı, sağ olsun. Gətirdi bizi düşürtdü Qaxın mərkəzində. Qax rayonunun İçəri Bazar deyilən ərazisinə gəlib çatdıq. Qala qapıları. Şəhərin mərkəzində yerləşir. 18-ci əsrin birinci yarısında inşa olunduğu bildirilir. Müslüm Maqamayevin atasının emalatxanası da deyilənə görə burada yerləşir. Ben desem 100 açtı. Ben 100 açtı. Yay aylarında açıq havada burada tədbirlər də keçirilir. Belə yerdə yaşamağın da ləzzəti başqadır. Düz mərkəzi küçədə. Müqəddəs Georgi kilsəsi Qaxın İngiloy ərazisindədir.
Müqəddəs Georgi kilsəsindən çıxdıq. İndi isə Ulusya tərəf yol alırıq. Yağış yağmadan Ulusya çatmaq lazımdır. Salam Məlik. Bu Berq otelə neçə apararsın? Yetsə? Evet. 4 manat. Otur. Otursan. Biraz saxlayıram burada. Otur. Otur. Çox sağ olun. Salam Məlik. Rezervasiya eləmişdik. Əhmədin adına. Şəxsiyyət vəsiqələrini bildirir. Qəşəng narım yağış yağır. Sürhülü, qalxım öz yeməyi, xüsusi yeməyi. Çox qəşəng. Sürhülüdən xoşum gəldi. Gəldi. Qəşəngdir, amma qurətlə deyil. Yəni yeməyi çətindir. Belə qurətlə də dadı istəyir. Bu da bişmədə qızardılmış mal əti. Bu da bu zonanın yeməklərindən biridir. Görək dadı necə olur. Qəşəng. Saat 12-dir, Berks oteldən ayrılmışıq. İlus avtobusunu gözləyirik. Hardasa 1-15 dəqiqə işləmiş, keçməlidir burada. Bax, İlusu. Dayı, buradan şəlaləyə çox var. Valla şəlaləyə piyada mı getməzsiniz maşınla? Piyada. Asfalt talana qədər getməzsiniz, oradan yuxarı Uaz maşınla çıxar. Oradır, 2 2 kilometre var. kilometr. Gedək. Oldu, çox sağ ol. Qalxı İlusu. İlusu avtobusundan düşdük. 50 qəpiyadan biri. Qalxın böyük yaşayış məskənlərindən biridir. İlusu kəndi qədim tarixə malik kənddir. Evlər də gördüyünüz kimi çay daşındandır. Təxminən Oazlar, Nivalar dayanan yerdən şəlaləyə qədər 900 metr məsafədir. Amma nəzərə alın ki, buranı biraz dik qalxasız. Çətin deyil, sadəcə yorucudur. Şəlalənin son 180 metrliyindəyik. Şəlalə görünür. Uaz markalı maşınlar, Niva markalı maşınlar rahat bu ərazilərə qalxır və aşağıdan istəsəz qalxa da bilərsiniz. Təxminən adamın biri 5 manatdır. Qalxın ən böyük şəlalələrindən biri olan Ramramay yaxud da İlusu şəlaləsi.
Məncə də möhtəşəm şəlalədir. Ramramay şəlaləsindən düşdük aşağı. Burada maşınlar olan ərazidə balaca bir xudmani bir çayxana var. Orada oturduq, çay içirik. Şəki Bamiyəsi və İlisunun gözəl çayı. Ulu məscid 17-ci əsr abidəsidir. İlisuda 9 böyük məscid olub. Onlardan 7-si bu günə qədər gəlib çatıb. Ən böyüyü və ən qədimi də elə gördüyünüz bu ulu məsciddir. Ulu məscid Saxur hakimi Əli Sultanın əmri ilə tikilib. Məscidin minarəsi yoxdur. Düşmən hücumları zamanı diqqət çəkməmək üçün məscid minarəsiz tikilib. Məscid tam da yaxşı vəziyyətdə deyil. İçərisinə bilmirəm girmək olar olmaz. Hər ehtimala yoxlayaq. Məscid belədir. Tam da girmək istəmirik. Qarşıda gördüyünüz Ulu camidir, Ulu məsciddir. Oradan bir yol qaxa doğru gedir, bir yol da bura içəri girir. Burada da Bürc qala yerləşir. Bu da 19-cu əsr abidəsidir. Yəqin ki, istehkam məqsədi ilə düzəldilib, amma hal-hazırda hala bərbad vəziyyətdədir. Yuxarılarında görürsünüz, sonradan bərpa işləri aparılıb, amma yenə də təhlükəlidir. Giriş hissəsi də bağlıdır, bağlayıblar. Sumuq qala 17-18-ci əsrlərə aid edilir. Bu qalanın adı haqqında bir çox rivayətlər, bir çox mülahizələr var. Onlardan biri də sümük
adlanmasıdır. Yerli əhali İlisullar Sümüyə, Sumuk kimi tələffüz elədiyi üçün qala da Sumuk qala adlanmışdır. Bu da qalanın son mərtəbəsi. Daniel Sultan, İlisunun son sultanı. Şəkillərdən də gördüyünüz kimi Qorxma Mən Səninləyəm filminin bir neçə fraqmenti də bu qalada çəkilib. Qalada İlisu ərazindən tapılmış, yaxud istifadə olunmuş məişət əşyaları da sərgilənir. Qalanın aşağı hissəsi çay daşından, yuxarı hissəsi isə kərpiclə hörülmüşdür. Qalx İlisu, yavaş-yavaş səyahətimizi yekunlaşdırırıq. Qalx və Şəkidə xoşuma gələn ən əsas şeylər. Birincisi nəqliyyatın əlçatan olması. Demək olar ki, bütün kəndlərə nəqliyyat işləyir, əsasən də turizm olan ərazilərə. Hamısı da 50 qəpik, maksimum 1 manat, taksilər də ucuzdur, nəqliyyat da, avtobus da ucuzdur. Şəkinin hər yerinə Marxaldan tutmuş, Xanlındə qədər nəqliyyat işləyir. Yəni hansısa taksi ilə getməyə ehtiyac yoxdur, ya baha qiymətə taksi tutub getməyə ehtiyac yoxdur. Qaxda da həmçinin İlisuya qədər avtobuslar işləyir. Hər 2 saatdan bir, 3 saatdan bir avtobuslar ərazilərdən keçir. Son avtobusda 6-nın yarısı gələcək. Biz də onunla geri qayıdmalı olacaq. Belə bu gözəllikləri gəlin, siz də görün. Hər tərəf yamyaşıldır, insanları mehribandır, yardımsevərdir. Çox xoşuma gəldi bu ərazilər. Ümumiyyətlə bu rayonlar Şəkidə, Qaxda. Salam aleyküm. İşləriniz bol olsun. Maxara. Maxara yox. Baxdı. Qaxa gələk maxaranın dadına baxmadan gedək. Qurban dayanıb sabah gedim. Olur etənim. Səhər gedim, pişirim, verim gedim. Yox, qala bilmirik. Qutabiyə yoxsa? Belə vacib deyil, maxaranın dadına baxmaq istəyirəm. Yaxşı. Bazar olsun, bərəkətli olsun. Tut ağacım, tut ağacım, aman yerim, cuman yerim. Xatirələr sorağında yaşattığım pənah yerim. Tut ağacım, tut ağacım, sirli sözlü cuman yerim. Tut ağacım, ucalığım, de köksünə necə çatım, de köksünə necə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm. Bir gün şirin xatirələr sorağında Qalx Ulu Körpü, son duracağımız. Maxara var. Да, 1 manat.
Çayda suyun səviyyəsi xeyli artıb. Dünən axşamdan səhərə qədər yağış yağıb. Çayın səviyyəsi də artıb. Bu da Ulu körpü. Hər iki qayanın üzərində körpü salınıb. Köhnə ərazi buradan olub. Hal-hazırda isə yeni körpüdən istifadə olunur. İlisunun, Qaxın daha doğrusu, özünə məxsus şirniyyat da yeməkdir bu. Yemeği. Yeməyi. Bərəkətli olsun. İnşallah. Sağ ol. Allah canını sağ ol. Bu şirniyyat gedir yemək. Yok yemek ki biz yemek kimi gidiyor da bu. Ha. Bunu balla da yiyirik, pekmezle de yiyirik, değil mi? Şekerle de yiyirik. Qaxa məxsus yeməklərdən biri də yeməkdir, şirniyyatdır, bilmirəm. Yemək. Qaxlılar amma bunu yemək kimi istifadə edir. Maxara. Qəşəng dadı var bunda. Əla. Amma tutumludur. 1-2 dənədən çox yemək olmur. Bəlkə arxadan minək. Yox, Bakıya gedəcək. Zal çox səliqəlidir. Saat 10-da avtobusumuz çıxır. Artıq saat 10-dur. Qax avtovağzalından Bakıya yola düşürük. Və bununla da Qax macəramız sona çatdı. Növbəti rayonlarda, növbəti şəhərlərdə görüşmək üzrə.